Bugünkü dərsimiz hərəkət, oxşarlıq, paralel köçürmə bu haqda danışacağıq. Ən başda baxaq üçbucaqların oxşarlıq əlamətinə. Deməli uşaqlar, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına bərabərdirsə, bu üçbucaqlar nədir? Oxşardır. Tutalım ki, burada A, B, C üçbucağı var. Burada da A1, B1, C1 üçbucağı var. Uyğun tərəf AB-yə A yazaq, BC-yə B yazaq, AC-yə isə nə yazaq? C yazaq. Onda bura olsun A1, B1 və C1. Deməli, bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağına bərabərsə, bu üçbucaqlar artıq oxşar üçbucaqlar adlanır. Əgər bura alfa bucağı desəm, bura beta bucağı desəm. Baxın, A bucağının neçə alfa adlandırdım. Onda A1 bucağı da alfadırsa, B bucağına beta demişəm, B1 bucağı da betadırsa. Deməli, alfa, beta. Üçüncü bucağı nə olar? 180 çıx alfa plus beta olar da, düzdür? Yəni, mən bir sözlə buna gamma desəm, alfa, beta, gammadır. Alfa, betadır. Bunun da çatmayan bucağı nə olacaq? Gamma olacaq da, düzdürmü? Tutalım ki, alfa 50 dərəcədir, bu 80 dərəcədir. Burada 50 qalır. 50-dir, 80-dir. Burada nə qalacaq? Buna da 50 qalacaq. Deməli, bir üçbucağın iki bucağı bərabərsə, bunlar artıq oxşardır. Avtomatik üçüncü bucaqda nə olur? Bərabər çıxır da. Nəticədə olur, bir üçbucağın üç bucağı digər üçbucağında üçbucağına bərabərdir. Ümumiyyətlə, oxşarlıq nədir? Tutalım ki, bir kiçik bir fiqur çəkmişsən, üçbucaq, dördbucaqlı. Onun neçə dəfə böyüdülməsi və ya kiçildilməsi də eyni. Tərəfli tutalım ki, A tərəfini 2 dəfə böyüdürsən, B tərəfini də 2 dəfə böyüdürsən, C tərəfini hər tərəfi 2 dəfə böyüdürsən və nəticədə yeni alınmış üçbucaq əvvəlki üçbucağın bütün bucaqlarına bərabərdir, amma tərəflər nədir? 2 dəfə böyüdülür. Deməli, uşaqlar, oxşarlıqda nə var? Uyğun tərəflərin nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni, A-nın A1-ə nisbəti bərabərdir B-nin B1-ə nisbəti, bərabərdir C-nin C1-ə nisbəti. Bütün xətti ölçülərin nisbəti bir-birinə bərabərdir. Tutalım ki, bu üçbucaqda mən bir BM nəyi çəkirəm? Medianı çəkirəm, düzdürmü? Burada isə B1, M1 medianı çəkirəm, düzdür? M1 medianı. Fikir verirsiniz, buna da bir M hərfi yazaq, buna da nə olsun? Median 1. Onda medianın da median 1-ə nisbəti nə olmalıdır? Yenə bərabər olmalıdır. Ardıcıl davam eləsək, onda tənbölənin də tənbölən 1-ə nisbəti nə olacaq? Bərabər olacaq. Hündürlüyün də H1-ə, hündürlük 1-ə nisbəti bərabər olacaq. Oxşar üçbucaqların bütün xətti ölçüləri, nisbətləri bir-birinə nədir? Bərabərdir. Onda buradan belə çıxır ki, perimetr deyəndə nədir? Tərəflər cəmlənir də, düzdürmü? Onda P-nin də P1-ə nisbəti nə olmalıdır? Bir-birinə bərabərdir. Deməli, oxşarlıq varsa, bütün xətti ölçülərin nisbətləri bir-birinə nədir? Bərabərdir. Gəlin, belə bir məsələ yazaq. Tutalım ki, bir üçbucağın deyir ki, şəklini çəkirəm, qısa olsun deyə. Məsələn, bura 8 santimetrdir, bura 6 santimetrdir, bura A-dır, B-dir, C-dir. Baxın, bura alfadır, bura betadır, onda üçüncünə nə qalır? Gamma qalır da. Bir digər üçbucağımız var, yenə bura 16-dır, uşaqlar. Bura X-dir, A1, B1, C1'dir, düzdürmü? C1'dir. Bura alfadır, bura betadır. Üçüncünə yenə gamma qalır. İndi, niyə biz bucaqlara baxırıq? Biz hər dəfə uyğun bucağın qarşısındakı tərəfin nisbəti nə olacaq? Bərabər olacaq. Baxın, gammanın qabağındakı nədir? 8. Düzdür? Burada gammanın qarşısındakı nədir? 16. 16. Burada alfanın qabağında neçədir? 6. Burada alfanın qabağında neçədir? X. Onda uyğun tərəflərin nisbətləri bir-birinə nə olmalıdır? Bərabər olmalıdır.
8 ilə 16 ilə ixtisar eləyərik. Burada nə qalır? 2. X də bərabərdir. 2, 6 neçə elədir? 12. Deməli, bura neçəymiş? 12. Gəlin bir diqqətinə baxaq. 8 2 dəfə artdı neçə oldu? 16. 6 da 2 dəfə artdı neynədir? 12. Deməli, K burada nəyə bərabər imiş? 2. Bu nisbətə o zaman nə deyərəm? K. Həmin diriyə neçə dəfə artır və ya azalırsa. Həmin mütənasiblik əmsalına biz nə deyirik? K. Əslində biz əvvəlki dərslərdə K haqqında danışmışıq da mütənasiblik əmsalı. Burada da tərəflərin bütün xətti ölçülər nisbəti bir-birinə bərabərdir və həmin artma və ya azalma nə adlanır? K adlanır. Bir tərəf 5 dəfə artıbsa, o birisi tərəfdə 5 dəfə uyğun olaraq artmalıdır. Burada diqqət etməli məqamımız nələrdir? Baxın, bucaqları düzgün seçmək lazımdır. Bütün bucaqları tapmadan mən oxşarlığı göstərə bilmərəm. Aydındır uşaqlar? Oxşarlığın ikinci əlamətinə baxaq. Bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq bərabərdirsə, bir üçbucağın iki tərəfi, digər üçbucağın iki tərəfinə nisbəti bərabərdirsə və onlar arasında qalan bucaqlar bir-birinə bərabərdirsə, bu üçbucaqlar oxşardır. Yadınıza düşürsə, üçbucağın kongruentlik əlamətində biz nə dedik? Bərabərlik əlamətində. Deyirdik, bir üçbucağın iki tərəfi, o bir üçbucağın iki tərəfinə bərabərdirsə və onlar arasında qalan bucaqlar da bərabərdirsə, bunlar nədir? Bərabər üçbucaqlardır. İndi biz isə oxşarlıqda deyirik, nisbətləri bərabərdirsə, bunda üçbucaqlar oxşardır. Tutalım ki, belə bir üçbucağımız var uşaqlar. Bura olsun A tərəfi, B tərəfi, düzdürmü? Bura olsun A1, B1. Onda mən deyirəm, A-nın A1-ə nisbəti bərabərdir, B-nin B1-ə nisbəti bərabərsə bu üçbucaqlar oxşar deyil. Mən bunu deyə bilmərəm. O zaman deyə bilərəm ki, onda bunlar arasında qalan bucaq da nə olmalı? Bir-birinə bərabərdir. Əgər bir üçbucağın iki tərəfi, digər üçbucağın iki tərəfinə nisbətləri bərabərdirsə və onlar arasında qalan bucaqlar da bərabərsə, bu üçbucaqlar nədir? Oxşardır. Üçüncü əlaməti nədir uşaqlar? Üçüncü əlamətdə deyir, bir üçbucağın üç tərəfinin digər üçbucağın üç tərəfinə nisbəti bərabərdirsə, bu üçbucaqlar oxşardır. Tutalım ki, üçbucağımız var. A-dır, B-dir, C-dir. İkinci üçbucağımızı çəkirik uşaqlar. Bura A1'dir, B1'dir və C1'dir. Onda uyğun tərəf A-nın A1'ə nisbəti, bərabərsə B-nin B1'ə nisbəti, bərabərdir C-nin C1'ə nisbəti varsa, hər üç nisbət bir-birinə bərabərdirsə, onda bu üçbucaqlar nədir? Oxşardır. Bilirsiniz də bu nisbət də nədir? K-dır, düzdürmü? Tutalım ki, bura 6'dır, 8'dir, bura neçədir? 11, düzdür? Bura 18'dir, 24'dür, 33'dür. İndi diqqətlə baxırıq. Baxıram, görürəm 6'nın 18'ə nisbəti bərabərdir 8'in 24'ə nisbəti, bərabərdir 11'in 33'ə nisbəti. Artıq görürük, bütün nisbətlər nəyi verir? 3'də 1'i verir də, düzdür? K nəyə bərabərdir? 3'də 1'ə, düzdürmü? Üzülü sayın 3'ə tərsən yazmışam, çünki böyükdən kiçiyə də, düzdürmü? Yazmalıydı. Artı baxı. Tərsən baxsaq nəyə bərabərdir? K 3'ə, çünki çoxalıb. Deməli uşaqlar, bucaq verilməyibsə, onda üç tərəfin nisbətlər hamısı bir-birinə nə olmalıdır? Bərabər olmalıdır ki, mən buna nə deyə bilim? Oxşar üçbucaq deyə bilim. Uşaqlar, düzbucaqlı üçbucağın iti bucaqlarından biri digər üçbucağın iti bucaqlarından birinə bərabərsə, artıq mən bu düzbucaqlı üçbucağı oxşardır deyə bilərəm. Niyə? Tutalım, bir dənə düzbucaqlı üçbucağımız çəkmişik. Bura olsun A, B, C.
İkinci bir düzbucaqlı üçbucağımızı da çəkmişik burada, düzdürmü? Olsun A1, B1 və nə? C1. Bura tutalım ki, neçə dərəcədir? 30 dərəcədir. Atıram 30 dərəcə. Burada neçə dərəcədir? 30 dərəcə. Bu üçbucaqlar oxşardır. Hardan deyə bilərəm? Çünki bura 90-dır onsuz, düzdürmü? 30-dur. Burada 60 qalacaq. Burada nə qalacaq? 60 qalacaq. 30, 60, 90, 30, 60, 90. Bir üçbucağın iki bucağı onsuz da bərabərcə. Avtomatik 30-dur, 90-dır. İki bucaq bir-birinə bərabər olsa bu üçbucaqlar nədir? Artıq oxşardır deyə bilərəm. Diqqət eləyək nəyə? Üçbucağı çəkirik və orta xəttini. Deməli uşaqlar, bu A, B, C üçbucağıdır. M-N. Orta xəttini çəkdik. Orta xətt bilirsiniz də, neynir? Oturacağa paralel keçir, digər tərəflərini isə neynir? Ortasından keçir. Biz görək, orta xətt üçbucağı tərəflərini yarıya bölür və oxşar üçbucaq yaradır, yoxsa yaratmır? Gəlin ona baxaq. İnşallah, bura alfa bucağı olsa, bura nə bucağı olar? Çünki uyğun bucaqdır, paraleldir. Axı, baxın, orta xətt MN paraleldir nəyə? A, C-yə də qaydamıza görə. Bura beta olsa, bura nə olacaq? Beta. Onda bura gamma olsa, gəlin baxaq. Üçbucaq. M, B, N. Və digər üçbucağa baxırıq. A, B, C. Bax, fikir verirsiniz. A, B, C üçbucağında. Alfa, gamma, beta. M, B, C üçbucağında. Alfa, gamma, beta. Onda M, B, N üçbucağı ilə ABC üçbucağı nədir? Oxşardır. Bu təkcə orta xəttin yox. İstənilən üçbucağın oturacağına paralel düz xətt getirdirəmsə, kiçik üçbucaqla böyük üçbucaq nədir? Oxşardır. Gəlin, indi bundan sahələri də əlaqələndirəcəm. Baxın, diqqətinə. Deməli, uşaqlar, baxın, bura x-dir, burada nədir? X olar, orta xəttdir. Bura nədir? Y-dir, burada y olacaq, düzdür? Bura tutalım ki, z-dir, bura neçə z olacaq? 2z. Mən bilirəm bunu, düzdürmü? İndi oxşarlığa görə alfanın qabağındakı y. Burada alfanın qabağında neçə y var? 2y. Sən üçbucağına trapesiyanı fikir verirsinizmi? Baxın, alfanın qabağında böyük üçbucağa baxıram. Trapesiya ilə bu trapesiya ilə üçbucaq oxşar ola bilməz. Bütün üçbucağına bu balaca üçbucaq. Baxın, böyük və onun içərisində kiçik üçbucaq. 2y nisbəti bərabərdir. Betanın qabağındakı x, betanın qabağındakı 2x bərabərdir. Gammanın qabağındakı z, gammanın qabağındakı neçədir? 2z. Bax, fikir verirsiniz, nisbətlər bərabərdir. 2-də 1, 2-də 1, 2-də 1. Düzdürmü? Bu belə. Gəlin uşaqlar, orta xəttlərin üçünü də çəksək. Sahəyə baxaq. S. Biz bunu sahədə öyrənmişdik. 4 dənə S idi, düzdürmü? Bax, fikir verirsiniz. 1, 2, 3, 4 dənə S-dir. Kiçik orta xəttə bax. Bura S-dir. Ümumi üçbucaq neçə S-dir? 4S. Bax, fikir verirsiniz. S, 4S. Nə baş verir burada? Tərəflərin nisbəti 2-də 1 oldu. Sahələrin nisbəti isə 4-də 1 oldu. 2-də 1-in kvadratı nəyə bərabərdir? 4-də 1-ə. Onda buradan elə çıxır ki, xətti ölçülərin nisbətləri perimetrlərin nisbətinə bərabərdir. Amma sahələrin nisbəti onların kvadratları nisbətinə bərabərdir. Fikir verin. 2-də 1 tərəflər nisbəti 2-də 1 ilədir, amma sahələr nisbəti nədir? 4-də 1 ilədir. Onda biz belə yazarıq. A-nın A1-ə nisbəti bərabərdir B-nin B1-ə nisbəti bərabərdir C-nin C1-ə nisbəti. Düzdürmü?
Bunların kvadratları isə nəyə bərabərdir? S1, S-in S1-ə nisbəti. Aydındırmı? Bəli. Gəlin onda buna aid bir nümunə yazaq. Bunu silirəm. İstənilən bir oxşar fiqur çəkək və sahə ilə neyniyək? Əlaqələndirin. Uşaqlar, bir dənə üçbucağım var. Tərəf A-dır, B-dir, C-dir. Ya da ABC yazmıram. Oxşardır, düzdürmü? Yazır bura ABC üçbucağı. Uşaqlar, üçbucaq ABC artıq oxşarlığını göstərib də A1, B1 nə? C1 üçbucağına oxşardır. Mən çəkirəm bunu, bu da olur nə? A1, B1 nə? C1. Deyir ki, AC tərəfinə çəkilən hündürlük. AC-yə çəkilən hündürlük nə qədərdir? 8 santimetrdir, düzdürmü? AC-yə çəkilən hündürlük nə qədər? 8 santimetr. Olarsa və burada AC-yə çəkilən hündürlük isə 12 santimetr olarsa, bax fikir verirsiniz, H1 bir sözlə. H1 bərabərdir, H bərabərdir 8. H1 isə nəyə bərabərdir? 12. S1 bərabərdir S1 bərabərdir 3, 2 olsun 20, düzdürmü? İndi bizə deyir ki, S2-ni tap. Əgər perimetr desəydi, elə 8-in 12-yə nisbəti 20-ni nəyə götürərdim? P-yə nisbəti götürərdim. Amma nə götürəcəm? 8-in 12-yə nisbətini nəyini? Kvadratını. Uşaqlar, S, S1. Bura S, S1. Fərqi yoxdur, biz buna S1 deməmişik, ona görə deyilik. Bərabərdir nəyə? 20-nin nəyə nisbəti? S2-yə nisbəti. Baxın, xətti ölçülər deyəndə, perimetr deyəndə, digər tərəf deyəndə nə götürdüm? Kvadratı yüksəltmirdim ki. Amma sahə deyəndə nə edəcəm? Kvadratı ilə mütənasib götürəcəm. 8-dən 12 ixtisar gedəcək, nə qalacaq? Üstə 2. Üstə 2-nin kvadratı neçədir? 9-da 4, düzdür? Bərabərdir 20-nin nəyə? S2-yə nisbəti. 20 ilə 4 gedər, ixtisar nə qalar? 5. S2 də bərabərdir. 5, 9-u neçə elədir? 45. Deməli, ikincinin sahəsi neçəymiş? 45. Birincinin sahəsi neçədir? 20 vermişdi. 20. Deməli, sahələrin nisbəti onların xətti ölçülərin kvadratları ilə nədir? Düz mütənasibdir. Deməli, uşaqlar, bura A, B, C, D, E. Diqqətlə baxırıq. Əgər AB paraleldirsə DL. Gəlin oxşarlığı nə edək? Yatma. Oxşarlığı nə edək? Göstərək. Uşaqlar, paraleldirsə, bura alfadırsa bunun çarpazı nə olacaq? Alfa. Bura betadırsa bunun çarpazı nə olacaq? Beta. İki bucaq bərabərdirsə, onsuz bunlar da qarşılıqlı bucaqlardır. Bunlar nədir? Paralel. Bərabər. Onda necə baxırıq? Uşaqlar, AC-nin, betanın qabağındakı nə var? AC-nin. Burada betanın qabağında nə var? C elə nisbəti bərabərdir. Alfanın qabağındakı BC-nin, burada alfanın qabağında nəyə bərabərdir? DC-yə nisbəti. Qammanın qabağındakı AB-nin, qammanın qabağındakı nəyə nisbəti? D elə nisbəti. Əgər perimetrlər nisbəti desə, təkrar deyiləm, P-nin nəyə nisbəti olacaq? P1-ə. Əgər sahələrin nisbəti desə, AC-nin, CL-in artıq nəyin götürərəm? Məsələn, kvadratı bərabərdir S-in S1-ə nisbəti. Bax, fikir verirsiniz, sahə deyəndə kvadrata yüksəldirəm. Həcm hələ ki bizə lazım deyil, amma sahəni tapanda 2 dəfə bir-birinə vururam da en uzun. Həcmi tapanda nə edəcəm onda? En uzun hündür.
onda kubları ilə mütənasib olacaq. Başa düşürsünüz həcm deyəndə kubları ilə mütənasib olacaq. Deməli uşaqlar, paralel köçürmə nədir? Əvvəl paralel köçürməni nisbətən başa düşək, sonra düsturlara keçək. Paralel köçürmə fiqurun hər hansı bir istənilən nöqtəsini bərabər məsafədə bir yerdən digər yerə köçürülməsinə biz deyirik paralel köçürmə. Məsələn, ABC nöqtəsi uşaqlar. Bura ABC. Bu üçbucaqdır, düzdürmü? Biz bunu paralel köçürdürüksə, A nöqtəsi salın x1 olsun xy nöqtəsi, düzdürmü? Biz bunu paralel köçürdürüksə, C nöqtəsi olsun x1, y1, x2 koordinatları da uşaqlar x2, y2 ilə koordinat müstəvisində düzbucaqlı koordinat müstəvisini çəkmişəm. Burada x3 nədir? Y3 nöqtəsi. Əgər paralel köçürmədə x A nöqtəsi x1 nədir? Y1'dir. Bunu mən köçürdürəmsə A iştirik nöqtəsinə, yəni x1 iştirik olsun y1 iştirik nöqtəsinə keçirir. Bu köçürmə nöqtələri AB adlanır uşaqlar. AB. Əgər mən x1'in üzərinə A-nı gəlmişəmsə nə olub? x1 iştirikə çevrilibsə, düzdür? Y1'in üzərinə həmin B-ni gəlmişəmsə nəyə keçib? Y1 iştirikə çevrilibsə. Mən bu nöqtəni nə qədər köçürmüşəmsə, digərlərində eyni qədər köçürməliyim. Onda bu A nöqtəsi bu nöqtələrə keçdi, düzdürmü? B nöqtəsinə baxaq, kifayətlənək. Məsəl üçün, x3'ü də onda nə etməliyəm mən? A qədər köçürməliyəm, x-i qədər. Nə olacaq onda? x3 iştirikə çevriləcək. Y3'ü də onda nə qədər köçürməliyəm? B qədər köçürməliyəm, nə olacaq? Y3 iştirikə çevriləcək. Tutalım ki, A nöqtəsinin koordinatları 6, 8 imiş, düzdürmü? Bu paralel köçürmədə A iştirik nöqtəsi digər tərəfləri silirəm uşaqlar. Bu paralel köçürmədə 6, 8 nöqtəsi keçib A iştirik 12 mənfi olmasın. 6. 12, 6 nöqtəsinə keçibsə, indi bizə deyir ki, bu paralel köçürmədə tutalım ki, bunları da adlandırsaq, biri bəsdir, biri kifayətdir. Olsun məsələn 3, 7 nöqtəsi, düzdürmü? 3, 7 nöqtəsi. Bu paralel köçürmədə B nöqtəsi deyir, hansı nöqtəyə keçir? Ona gəlin baxaq. 6'nın üzərinə nə gəliblər uşaqlar? A gəliblər neçə olub? 12. Düzdür? A bərabərdir neçə onda? 6. Düzdür? Onda 8'in üzərinə B-ni gəliblər köçürmə nöqtələri. Bərabərdir, əhsən, mənfi 2. B bərabərdir nəyə? Mənfi 2. Onda köçmə nöqtələri nə oldu? 6, mənfi 2. İndi deyir, B nöqtəsi hansı nöqtəyə keçir? Uşaqlar, B nöqtəsi 3 üzərinə gələcəyinə 6 köçürməni tapdıq da. Elədir 9. Onda oldu B iştirik bərabərdir 9. 7'nin üzərinə nəyə gələcək? Mənfi 2'ni. 7'ni yazaq da B iştirik koordinatları. 7 üzərinə gəlinsinlər. Mənfi 2 düzdür. Bu da bərabərdir nəyə? 5'ə. B nöqtəsi nəticədə gəldi nəyə? 9, 5'ə. Deməli, A bu paralel köçürmədə 12, 6'ya gəlibsə, B nöqtəsi 9, 5'ə gələcək. Hər hansı bir C nöqtəsi, uşaqlar, burada üçbucaq bərabərsizliyi ödəməsi ola bilsin, amma rastgele atıram da belə. Olsun, məsələn, 8, neçə? 11, düzdürmü? Onda C nöqtəsi də, uşaqlar, C nöqtəsi elə burada tapaq. C nöqtəsi. 8'in üzərinə nə gələcək? Köçürmə nöqtəsi. 6 elədi 14. 11'in üzərinə də mənfi 2 gəldi, neçə elədi? 9. Nəticədə bu üçbucağı nə elədi? Digər yerə köçürtdüm. Uşaqlar, üçbucaqlar eyni oldu, amma heyf ki, mən biraz böyük çəkmişəm, bu böyük deyil. Eyni üçbucağı
Mən bu hissədən gətirdim, neynədim? Paralel köçürdüm, digər tərəfdə neynədi? Yerləşdirdi. Aydındır mı? Bir nöqtə paralel köçürmədə hara keçir, nə qədər gedirsə, digər nöqtələrdə eyni qədər getməlidir. Bütün hissələri üçbucağın. Köçürmə nöqtələri də adlandırılır necə tapılır? A, B nöqtəsi. Bir sözlə, x iştirik bərabərdir x plus a, düzdürmü? Y iştirik bərabərdir nəyə? Y plus nəyə? B-yə. Bu cür nə əski idi yazıb yerinə nə edib tapacağıq. Ümumiyyətlə, uşaqlar, simmetriya bilirimi nədir? Simmetriya var, dönmə simmetriyası, düzdürmü? Əks etmə simmetriyası, sürüşmə simmetriyası. Aşağı siniflərdən yəqin məlumatınız var, eləmi uşaqlar? Necə? Aha. Gəlin onda bir-bir figurlara baxaq, orada müəyyən qədər simmetriya haqqında məlumat əldə edilir. Bizə dönmə simmetriyası uşaqlar düşmür imtahanlarda. Gəlin, nə çəkək? Üçbucaq çəkək. Baxın. Olsun A, B, C. Uşaqlar, əgər müxtəlif tərəfli üçbucaq nəzərdə tuturamsa, A tərəfi fərqlidir, baxın. A fərqlidir B-dən, fərqlidir nədən? C-dən. A, B, C, üçü də bir-birinə fərqlidirsə, simmetriya nədir? Əks etmə simmetriyası. Hər hansı bir tutalım ki, mən buradan nə keçirdirəm? Xət keçirtdim, düzdürmü? Qatlayanda nə olmalıdır? Üst-üstə düşməlidir. Əgər A, B-dən, B də C-dən fərqlidirsə, mən bu üçbucaqda üst-üstə qatlasam düşərmi sizcə? Heç vaxt düşməyəcək. Onda belə çıxır ki, müxtəlif tərəfli üçbucağın heç bir simmetriya oxu yoxdur. Aydındırmı? Gəlin görək simmetriya mərkəzi nədir? Simmetriya mərkəzi elə bir yerdir ki, seçirəm, buradan uşaqlar, hər hansı bir mərkəzi nöqtə seçirəm, müxtəlif tərəfli üçbucaqdan söhbət edirsə. Bütün tərəflərə və təpələrə qədər o təpələrə qədər məsafələr və tərəflərə qədər məsafələr nə olmalıdır? Bir-birinə, təpələrə qədər olan məsafələr də bir-birinə ayrı aralıqda bərabər olmalıdır, tərəflərə qədər olan məsafələr də bir-birinə ayrı aralıqda bərabər olmalıdır. Üçbucaq üçün də elə bir nöqtə yoxdur. Üçbucaq üçün ağırlıq mərkəzi var, o da nədir? Medianların kəsişmə nöqtəsi. Deməli, müxtəlif tərəfli üçbucağın nəyi yoxdur? Simmetriya mərkəzi yoxdur uşaqlar, mərkəzi yoxdur. Simmetriya oxu da yoxdur, oxu yoxdur. Baxın, bu medianların kəsişmə nöqtəsidir. Bu da ağırlıq mərkəzidir uşaqlar. İndi ağırlıq mərkəzi haqqında uzun danışmaq istəmirəm, qısa deyəcəm. Ağırlıq mərkəzi nədir? Biz əgər həmin üçbucağı hər hansı bir məhdillərlə düzəltsək, medianların çəkdiyin həmin yerinin bir ipinə nəyləsə qaldırın. Ağırlıq mərkəzi odur ki, o necə düz dayanacaqda bu tərəf, o tərəf, bəli tərəzi kimi artıq qaçmayacaq. Hərəkət bir tərəfi saxlamayacaq da bu tərəfə, o tərəfə əyilməyəcək. Deməli, medianlar kəsişmə nöqtəsində biz bunu əvvəl öyrənmişik, bir dəfə də təkrarlayıram. 2K, K, 2-nin bir nisbətində bölünür. Medianlar sahəni yarıya bölür, nə bilir, neynəmir, onlar haqqında daha çoxlu danışmaq istəmirəm. Biz nə öyrəndik? Heç bir üçbucağın simmetriya mərkəzi yoxdur, müxtəlif tərəfli üçbucağında simmetriya oxu yoxdur. Gəlin onda bərabər yanlı üçbucaq çəkək. Bərabər yanlı üçbucaq, bura A-dır, bura A-dır, bura B-dir. Sizcə bunun neçə dənə simmetriya oxu olar? Simmetriya oxu hardan çəksəm qatlayanda üstə düşər? Buradan çəkdim, qatladım, nə oldu? Üstə düşər. İkinci belə bir xət var artıq burada. Xeyr. Onda bərabər yanlı üçbucağın bir simmetriya oxu var. Simmetriya mərkəzi nədir? Ox. Bir dənə mərkəz nədir? Yoxdur. Gəlin onda nə çəkək? Bərabər tərəfli. A, A, A. Düşün, cavab ver. Neçədən simmetriya oxuya olar? 3 dənə əlbəttə, baxın.
1 bərabər tərəfli olduğu üçün 2, 3. Qatlayanda üstə düşür. Deməli 3 ox mərkəz nədir? Yoxdur. Heç bir üçbucağın simmetriya mərkəzi yoxdur uşaqlar. Bunların hamısını həm başa düşün, həm də əzbərləməlisiniz. Baxaq paralleqrama. Bu mərkəzi nədir? O nöqtəsi. Uşaqlar, buradan bu tərəfə x santimetr olsa, bu tərəfə də nə olacaq? X santimetr. Buradan buraya y santimetr olsa, bu tərəfə də nə olacaq? Y santimetr. Düzdürmü? Bu tərəfə qədər məsafədə, bu təpəyə qədər məsafə eyni bu tərəfədə. Bu təpəyə, bu təpədə eyni, bu təpədə eyni. Onda hamısı eynicə simmetriya mərkəzi varmı? Bəli, əlbəttə var. Dedi axı, tərəflərə və təpələrə qədər məsafələr bərabərdirsə, hamısı. Simmetriya mərkəzi var. Deməli, mərkəzi nədir? Var. Simmetriya mərkəzi var. Nə qədər? Bir dənə. Düzdürmü? Bir dənə. Görək, bunun simmetriya oxu var, yoxsa yox. Bu digərləri nə edirəm? Silirəm uşaqlar. Paralleqramı hardansa qatlayanda düşün cavab verə, tələsmə. Qatlayanda üst-üstə düşə bilərmi? Heç vaxt. Bax, kağızda da qursaz görsə əyri ağız düşür də. Nə diaqonallardan qatlasan, nə bu tərəf, o tərəf gedir. Onda nə? Mərkəzi var, amma simmetriya oxu nədir? Yoxdur uşaqlar. Oxu yoxdur. Baxın, elə fikirləşin, mərkəz varsa ox var. Ox varsa mərkəz var. Bunlar təmiz başqa fikirlərdir. Bərabər yanlı üçbucağın simmetriya oxu vardır, amma mərkəzi yoxdur. Bunun simmetriya mərkəzi var, amma nəyi yoxdur? Simmetriya oxu yoxdur. Gəlin onda keçək düzbucaqlıya. Artıq mən görürəm, başa düşmüşük. Diaqonalları çəkirəm. Siz cavab verin. Simmetriya oxu varmı? Mərkəzi. Bəli. Onda mərkəz var. Düzdür? Simmetriya oxu neçədən olar uşaqlar? 2 dənə əlbəttə. Çünki, baxın, bir buradan, düzdür? Tərəfin ortasından. Bir də bir tərəfin ortasına. Ox neçə dənə oldu? 2 dənə. Diaqonallarla qatılsam yenə nə olacaq? Əyri ağız düşəcək, düzdürmü? Deməli, düzbucaqlının 2 simmetriya oxu var və simmetriya mərkəzi nədir? Var. Gəlin, rombu çəkək. Simmetriya mərkəzi varmı uşaqlar? Bəli. Deməli, simmetriya mərkəzi nədir? Var. Var. Yaxşı. Bilirsiniz də, diaqonallar nədir? Qarşılığı perpendilyar. Rombun simmetriya oxu varmı? Bəli. Nələrdir? Diaqonallar, eləmi? Bəli. Diaqonallar, baxın. Buradan, baxın, bu diaqonalı uzadıram. Qatlasam nə olacaq? Üst-üstə düşəcək. Paralleqramda düşmür, amma romlu diaqonallar qarşılığı perpendilyardır, düzdürmü? Və düşür. Niyə düşür? Diqqətlə baxaq. Burada da bərabər yanlı üçbucaq var. Burada da bərabər yanlı üçbucaq var. Qatlayıram, bu üzdə bir düşür burada da. Amma fikir versiniz, burada yoxdur bərabər yanlı üçbucaq. Yaxşı. Amma paralleqram ki, belə çəksəm, yenə nə olacaq? Əyri ağız olacaq. Deməli, nə var? Ox neçə dənədir? 2 dənə. Düzdürmü? Gəlin, neyniyək? Kvadrat çəkək. Artıq mən başa düşürəm, oxa nəzərən simmetriyanı başa düşmüşüm. Yəni, diaqonalları çəkirəm, uşaqlar. Mərkəz varmı? Var. Simmetriya mərkəzi nədir? Var. Oxu 4 dənə, bəli. Rombdan, bilirsiniz nə deyirik? Kvadrat deyirik, rombdur. İkisini romdan aldı diaqonallarla, düzdür? Kvadrat deyirik, düzbucaqlıdır. İkisini də hardan aldı? Düzbucaqlıdan aldı. Nəticədə oldu 4, nəyi var? Oxu var. Baxın. 1, 2, 3 və neçə? 4.
Aydındır mı? Keçək trapesiyaya. İxtiyarı trapesiya çəkirəm də, yəni müxtəlif tərəfli. Baxın. Trapesiyanın sizcə simmetriya mərkəzi olarmı? Xeyr, üçbucağın olsaydı trapesiyanın da bəlkə olardı, düzdürmü? Trapesiyanın heç paralelogramlarla aidiyyatı yoxdur. Trapesiyanın yalnız iki tərəfi nədir? Paraleldir. Və simmetriya mərkəzi yoxdur. Dəqiq nədir? Yoxdur. Müxtəlif tərəfli üçbucağın simmetriya yox ola bilərmi? Xeyr. Hardan qatsam düşməyəcəksə. Çünki A, B, C, D. Müxtəlif tərəfli hardan çəksəm üst-üstə nə olar? Düşməz. Onda gəlin bərabər yanlı nə çəkək? Trapesiya çəkək görək. Onun neçə dənə var? Ya ümumiyyətlə nədir? Yoxdur. Baxın. A'dır A'dır. B olsun, burası C olsun. Bunun simmetriya oxu olarmı? Bir dənə. Neçə dənə? Ox, bir ədəd. Simmetriya mərkəzdə yoxdur. Simmetriya mərkəzi bilirsiniz nə zaman olardı? Baxın. Diaqonalları çəkirəm, düzdürmü? Baxın. Bura x metr, bura x metr deyil. Fikir verirsinizmi? Bu bundan bərabər deyil. Buradan bura məsafə, buradan bura məsafəyə bərabər deyil. Nə təpələrə qədər məsafələr bir-birinə bərabər deyil, diaqonalların kəsişmə nöqtəsində, nə də tərəflərə qədər məsafələr bir-birinə bərabər deyil. Bərabər tərəfli trapesiya yoxdur. Bərabər tərəfli üçbucağın 3 dənə nəyi oldu? Simmetriya yox oldu. Simmetriya mərkəzdə yoxdur. Kvadratı saxlayıram burada. Kvadratın düzgün dörtbucaqlı nədir? Kvadratdır. Tərəfləri və bucaqları bir-birinə bərabər olan qabarıq enbucaqlıya nə deyirik? Düzgün enbucaqlı deyirik də. Bunun da kvadrat bariz nümunəsidir dörtbucaqlı. Gəlin bir beşbucaqlı çəkək uşaqlar. Nə qədər yaxşı çəkə biləcəyik ona baxaq. Yaxşı çəkə bildinmi? Yox. Düzgün beşbucaqlının sizcə neçə dənə simmetriya oxu olar? Baxın. Buradan çəkdim 1. Buradan çəkdim 2. Buradan çəkdim 3. Düzdürmü? Hara qaldı? Bura. 4. Birini hardan çəkəcəkdik? Nədən aşağıda? Burayı eləmi? Biri də buradan eləmi? Deməli, düzgün 5 bucaqlı neçə dənə olacaq? 5 dənə. Düzgün 6 bucaqlı neçə dənə olar? Hardan bilirəm? 4 bucaqlı da 4 dənə. 5 bucaqlı da 5 dənə. 6 bucaqlı da 6 dənə. Düzgün tərəfləri və bucaqları bir-birinə bərabər olan fiqurlardan söhbət gedir. Düzgün 1000 bucaqlının onda 1000 dənə simmetriya oxu var. Deyəsən, Fəzail başqa bir nədəsə gəlib çıxıb ki, yəni Sadiqin yanına ara bir əl qol atır. Oralarda deyil Fəzail. Təftişə gəlib də yəqin. Uşaqlar, gələk ən sonda koordinat başlanğıcına görə simmetriyə, o x oxuna görə, o y oxuna görə nisbətən əzbərçidir, amma başa düşəndən sonra əzbərə belə ehtiyac yoxdur. Tutalım ki, A nöqtəsi koordinatları x-dir, y-dir. Birinci, koordinat başlanğıcına görə simmetriyaya baxaq. Yəni 0, 0 nöqtəsinə görə. Əlaçı. Baxın, burada çəkib bir-bir hamısını neyniyəcək, göstərəcək. A nöqtəsinə nə deyək? Bir dənə koordinat deyək. Məsələn, neçə olsun A nöqtəsi? Olsun, ay sağ ol. Olsun, A nöqtəsi adlandıraq 5, 6. Baxın, 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, 6. Təqribən A nöqtəsi haradır? Bura, düzdür? A nöqtəsi 5, 6. Sizcə koordinat başlanğıcı haradır bura? Mən A nöqtəsini hara atım qatlayanda üst-üstə düşsün? Neçənci rübə? Bura 1-dir. Neçənci rübə düşəcək? 3-ə, bəli. Təqribən bunu eyni qədər çəksəm, hara düşəcək? A-iştirik nöqtəsi, baxın, nə olar? Onda -5, mənfi nə olar? 6, düzdür?
A nöqtəsi -5, -6. Deməli, koordinat başlanğıcına görə simmetriya əks etmə simmetriyasıdır. Düzdürmü? Güzgü simmetriyası. Hər ikisi nə olur? Dəyişir. Sağ, sol. Deməli, A' nöqtəsi necə olacaq? -x, -y. Desək ki, 6-8 nöqtəsini o koordinat başlanğıcına simmetrik dəyiş, -6, -8 yazacağım. Məsələn, desə A nöqtəsi -3, 4 nöqtəsidir. O 3, -4, düzdürmü? Çünki mənim Hamısı əksinə keçir də. -x, -y. -3-ün əksi neçədir? 3. 4-ün əksi neçədir? -4. Aydındırmı? Koordinat başlanğıcına görə simmetriyada hər şey nə olur? Əksinə çevrilir. Bunu ki başa düşdük. Başa düşdük. Keçək ikinciyə. Əsəbləşən kimdir? Deməli uşaqlar, o x oxuna nəzərən, Yenə bir nə çəkək? Koordinat oxu çəkək. Bura x oxudur, bura y oxu. A nöqtəsinə bir başqası bir koordinat deyin uşaqlar. 4, uşaqlar biraz kiçikdir, lövhəmiz kiçikdir, ona görə deyir. Olsun 2, 4, yaxşı, da özüm. Baxın, 1, 2, 1, 2, 3, 4. Baxın, A nöqtəsi haradır? 2, 4. Deyir ki, o x oxuna, o x oxu bu oxudur da, qatlayanda üstə düşsün, neçənci rübə düşər bu? 4-cü rübə, təqribən hara düşəcək uşaqlar? Bura düşəcək də A', düzdür? Baxın, bura haradır? 2. X dəyişdi, x qaldı da yerində. Y oldu -4. Onda gəlib dəyişirik yazaq burada. A nöqtəsi haradır? X, -y. Deməli, hansı oxa nəzərən deyəndə qaldı? O qalacaq, digəri nə olacaq? Dəyişəcək. Onda gəlin, üçüncü deyək, uşaqlar. O y oxuna nəzərən, Onda da mənim x mənfoli y müsbət. Əlbəttə, baxın elə eyni nöqtəyə baxaq. Hara düşəcək təqribən? Bura düşər də, düzdürmü? -2, müsbətlə 4. Deməli, A' oldu, -2, müsbət 4. Y-ə görə qatlayanda nə etməlidir? Üst-üstə düşməlidir. Onda o y oxuna nəzərən desə, -x, müsbət y. Koordinat başlanğıcına görə hər ikisi əksinə çevrilir. O x oxuna görə deyəndə x qalır, y çevrilir. O y deyəndə x çevrilir, y nə olur? Qalır. Hansı ox deyirsə qalır. Dördüncü baxaq. Y bərabərdir x düz xəttinə nəzərən. Beşinci olsun. X. Y bərabərdir. -x düz xəttinə nəzərən. Bunun hər ikisi mən müsbət olar, 4 çəkir. Uşaqlar, əvvəla çəkək nəyə? Koordinatı. Bura bilirsiniz də, 6-cı sinifdə öyrənmişik də, y bərabərdir, x düz xəttidir. Nöqtə olsun, elə 2, 4-dür. Uşaqlar, baxın, 1, 2. 1, 2, 3, 4. Hara gəlir təqribən bura? Bu, sizcə gəlib bura düşərmi? Buna nəzərən, qatlayanda üstə düşsün də, baxın belə. Qatlayanda üst-üstə düşər. Bax, bu, o x, y oxuna və s. yoxa, sadəcə bu düz xəttə görə qatlayanda üstə düşər. Keçəcək də bunun bu üzünə, düzdür? Fikir verirsiniz, işlər dəyişdi. Bura olacaq 4, bura olacaq 2. Deməli, A' hara oldu? 4, 2. Hər ikisi yerini dəyişdi. Onda oldu A', y, x. Fikir verirsiniz, y, oldu x, y. Yadda saxlamaq üçün daha rahat üsul. Yazıb y, x-dir. Onda x-də nədir? Y-dir də. Yerləri neyini dəyişir. Birbaşa mənə deyir, heç çəkmək lazımdır. B nöqtəsi deyir, uşaqlar. 12, 18'dir.
Deyir ki, y bərabərdir x düz xəttinə nəzərən simmetrik nöqtəni tap. Necə yazın? 18, 12. Anında yazacağım 5 y bərabərdir 18, 12. Bu qədər rahat. Bu da müəllim. Mənfi y, mənfi x. Sən bəli, bax onda burada qayıt çəkmək istəsəniz. A olacaq mənfi y, mənfi x. Niyə? Y mənfi x isə x də mənfi y-dir. Həm yerlərini dəyişir, həm də işarəsini neyir? Dəyişir. Aydındır? Aydındır. 6-cı. X bərabərdir A düz xəttinə nəzərən. 7. Y bərabərdir B düz xəttinə nəzərən. 8. AB nöqtəsinə nəzərən. 3 dənə ilə bitiririk. İnşallah bunları orta nöqtə ilə də tapa bilirəm. Parçanın orta nöqtəsi ilə. Amma deməli düsturu da var. Düsturu kim yadda saxlaya bilər? Kim orta nöqtə ilə tapa bilər? Özünə görə artıq nəticə çıxartsın. Deməli uşaqlar, yenə bir düzbucaqlı koordinat sistemi çəkək. Bura olsun x, bura y. Elə bura nədir? 2, 4 nöqtəsidir. X bərabərdir A düz xətti. Məsələn, x bərabərdir 3 düz xəttinə nəzərən simmetrik. 3 düz xətti aradır. 1, 2, 3. Bilirsiniz də, sabit funksiyadır. Bura nədir? X bərabərdir 3 düz xətti y oxuna paralel keçir. Bura 2, 4 nöqtəsi. Düzdürmü? Bura A nöqtəsidir, ara 2, 4 nöqtəsi. Bu düz xəttə görə simmetrik keçsə hara keçər? Bu izə keçər? Bəli. Bu məsafə nə qədərdirsə, bu məsafədə eyni qədər olacaq. Düzdür? İndi gəl A-2 koordinatlarını tapaq. Uşaqlar, diqqət edin. Bura 2'dir. Bura 2'dir. Bura nədir? 3'dür. Burada məsafə nədir? 1'dir. Onda bura 1'dirsə, burada 1 olacaq. Düzdür? Çünki qatlayanda məsafə bərabər olmalıdır. 1'dir. Onda bura nə olar artıq? 4 olar. Sən bəli 4. 4 nöqtəsi. Yuxarıda dəyişmədi ki. Gəl onda düstur yazaq. Düsturla da çıxardıq. Bir sözlə. Bu 2 uşaqlar 2 üstə gəlinsin x iştirik böl 2 bərabərdir nəyə? 3'ə. 2 üstə gəlinsin x iştirik bərabərdir 6'ya. X iştirik bərabərdir nəyə? 4'ə. Yəni orta nöqtənin tapılması ilə tapa bilərdim. Gəlin burada düsturda necə yazır? A iştirik bərabərdir. X bərabərdir A düz xəttinə nəzərən deyəndə 2A çıx x və y. A düz xətti məlumdur da, düzdürmü? 3'dür. 2'ni vurdum 3'ə. Neçə elədi? 6. 6'dan 2'ni çıxdım, nə qaldı? 4. Y-in də qaldı yerində. Onda eyni şey tətbiq eləsəm, y bərabərdir bir düz xəttin. O da 2B çıxılsa. Əlbəttə, x 2B çıx, nə? Y olar da. X-ə görə belədirsə, Y-ə görə də nə olacaq? Belə olacaq. AB düz xəttinə görə nəzərəsini. Onda iştirik 2A çıx x, 2B çıx nə? Y. Düzdürmü? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə nə var? Qayda var. Bunlar belə də düşür uşaqlar imtahanlara. Yəni 1-1 həm başa düşmək lazımdır, həm də əzbərləmək lazımdır. Gəlin başlayaq parçanın orta nöqtəsinin tapılmasını. A nöqtəsinin koordinatları x1, y1. B nöqtəsinin koordinatları isə olsun x2, y2. Tutalım ki, düzbucaqlı koordinat sistemində bura olsun A nöqtəsi. x1, y1. Bura olsun B nöqtəsi. x2, y2. Bunun orta nöqtəsini tapmaq üçün, orta nöqtəsi düz xətt çəkdim, parçanın nəyini tapmalıyam? Orta nöqtəsini.
Bu məsafə bunun məsafəyə bərabər olacaq da, düzdürmü? Bərabər olacaq. Onda orta nöqtəni tapmaq üçün bura olsun bir D nöqtəsi, düzdür? D nöqtəsini tapmaq üçün uyğun koordinat x1 üstəgəl x2 bölü 2 x-i bölərəm, düzdürmü? y1 üstəgəl y2 bölü 2 də onun nəyini verəcək? X, y-ni verəcək də. Onda D-nin koordinatları D orta nöqtədirsə uşaqlar. x1 üstəgəl x2 böl 2, y1 üstəgəl y2 bölünsün nə? 2. Bir misalda məsələn belə göstərir. A nöqtəsinin koordinatları 6, 8-dir. B nöqtəsinin koordinatları -4, tutalım ki 12-dir. İndi bizə deyir ki, parçanın orta nöqtəsinin koordinatlarını tap. Onda nə yazacağım? Orta nöqtəsini D adlandırsam, olacaq 6 üstəgəl -4 böl 2 və 8 üstəgəl 12 böl 2. Bu da oldu 1, 10. Orta nöqtənin koordinatları da nədir? Bulardır. Və sonda yazdığımız 3 dənə düstur var idi. Bax, bu orta nöqtə ilə də az öncə nə eləmişdik? Əslində tapmışdıq. Bununla da tapa bilərsiniz, əgər düsturu tam yadınızda saxlamırsınızsa. Keçək biraz nümunələri yazaq uşaqlar. Nə qədər qalıb vaxtı? Deməli uşaqlar, A nöqtəsi A -3'dür. B nöqtəsi -2 B'dir. Deyir ki, nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən A və B-nin neynə? Tap. Koordinat başlanğıcına nəzərən simmetrikdə nə olurdu? Hər iki koordinat nəyinə keçirdi? Öz əksinə keçirdi. Onda -A bərabər olacaq nəyə? -2-yə. -B isə nəyə bərabər olar? -3-ə bərabər olar. Da özləri yox, əksləri, düzdür? Onda A bərabərdir nə? 2. -2-nin əksi nədir? 2. -3-ün əksi nədir? B. B bərabərdir 3. Belə yazmasan belə, bilirsən ki, koordinat başlanğıcına görə əksinə çevirir. -2-nin əksi nədir? 2. B-nin də -3-ün də əksi nədir? 3. Deməli, bu cürdə tapmaq olar. 5-də deyir, paralel köçürmədə 3 -5 nöqtəsi uşaqlar. 5 nöqtəsinə keçib. Diqqət eləyin. Bu nöqtə hara keçib? Bu nöqtəyə keçib. Tutalım A nöqtəsi 3, 5 imiş. Keçib B nöqtəsinə 5, 5'ə. Və bu paralel köçürmədə deyir ki, -1, 3 nöqtəsi, tutalım C nöqtəsi, bunları mən özümdən deyirəm, nöqtələrin adlarını vermək. Hansı nöqtəyə keçər? Biz də deyirik D nöqtəsinə. D nöqtəsini adlandıraq nə? X, Y. Birinci köçürmə nöqtələrini tapmaq lazımdır. Köçürmə nöqtələrini necə tapırdıq? 3 keçib hara? 5'ə. Şifayı tapsaq 2 koordinat əlavə gəlib. Yaxud yazaram 3 üstəgəl A bərabərdir 5. -5 üstəgəl B düstura əsasən bərabərdir nəyə? 5'ə. Buradan bu sistemdən A bərabərdir nəyə? 2'yə. B bərabərdir nəyə? -10. Yox 10. Üzülürsən. Müsbət 10. Onda köçmə nöqtələri nə oldu? 2, 10. O zaman uşaqlar X-i tapmaq üçün -1 üstəgəlinsin neçə? 2 bərabərdir nəyə? X-ə. Bu keçibsə bura 2 koordinat alıb, bir də 10 koordinat alıb. X 2 alıb, Y nə alıb? 10 alıb. Eyni paralel köçürmədə də bu da neyini? Bu 2 alacaq, bu da nə alacaq? 10 alacaq da, düzdürmü? Onda X bərabərdir nəyə? 1'ə. Sonra 3 üstəgəlinsin 10 bərabərdir nəyə? Y-ə, düzdür? Buradan da Y bərabərdir 13. Nəticədə bu da keçib 1, 13 nöqtəsinə, düzdürmü? Gördüyümüz ki, paralel köçürmə rahat bir şeydir.
Bu nə qədər koordinat bunun üzərinə gəlibsə və ya çıxılıbsa, digərində də eyni qayda ilə nə olmalıdır? Dəyişməlidir. İnşallah buradan da bir dənə də yazaq. Keçək yerinə. 19. Deyir ki, y bərabərdir -1 düz xəttinə nəzərən, nə ilə? Düz xəttinə nəzərən A nöqtəsi -2, 3. Deməli, y bərabərdir -1 düz xəttinə nəzərən A -2, 3 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapır. Biz dedik, y bərabərdir B düz xəttinə görə simmetrikdə nə olurdu? X qalırdı yerində, düzdür? Nə olurdu? 2B çıx neçə? Y. Baxın, Y dəyişirdi. Onda X nə olacaq? Qalacaq yerində. Olacaq A iştirikdə -2. Y yerinə 2B, yəni 2 vurulsun -1. Düzdür? Çıxılsın Y. Çıx neçə? 3. Onda A iştirik bərabərdir. -2. 2-ni -1-ə vurdum, neynədir? -2. 3-də çıxdıq. Mənfi neçə? 5. Deməli, A iştirik nöqtəsi hara keçdi? -2, -5 nöqtəsinə keçib. Düsturla. Yaxud Y bərabərdir -1 düz xəttinə. Burada çəkib də onu neyləyə bilərsən? Özünü tapa bilərsən. Əgər düstur yadında deyilsə. Çünki az öncə düstursuz biz bir dəfə neynədik? Hesabladıq və sonra keçdik bunu. Ən yaxşısı hər iki halı bilmək lazımdır. Kifayət bir iki sual var, burada soruşacağım. Hansı figurun simmetri oxu yoxdur? Romb, düzbucaqlı trapesiya, düzbucaqlı kvadrat parça. Hansının simmetri oxu yoxdur? Düzbucaqlı trapesiya. Hansı figurun simmetri oxu yoxdur? Şuanın, düşün cavab ver. Simmetri oxu yoxdur. Parçanın, rombun, düzbucaqlının bərabər yanlı trapesiya. Şuanın niyə yoxdur uşaqlar? Baxın, şuanın başlanğıcı var, sonu yoxdur. Mən hər hansı bir yerindən tutalım ki, bunu mən neynədim? Nöqtəni qoydum. Bu tərəf məhduddur, bu tərəf sonsuzdur. Qatlasaq üstə düşməz. Amma parça A, B parçasıdır. Mən orta nöqtəsini, C nöqtəsini qeyd elədim. Qatlasam A, B nöqtəsi nə olacaq? Üstə düşəcək. Deməli, şuanın yoxdur. Düzbucaqlı neçə simmetri oxu var? Düzbucaqlının 2 simmetri oxu var. Tərəflərin orta nöqtəsindən keçir nə? Düz xətt. Deməli uşaqlar, bir üçbucağın iki bucağı, diqqət. Bir üçbucağın iki bucağı digər üçbucağın iki bucağının kongruentdir, yəni bərabərdir. Onda bu üçbucaqlar oxşardır, oxşar deyil. Oxşardır. S1'in deyir ki, S1 yox. S1 bərabərdir 45 kvadrat metr. S2 bərabərdir isə 20 kvadrat metr olarsa P1 bərabərdir 36. Bizdən P2'ni soruşur. Uşaqlar biz nə demişdik? Demişdik sahələr tərəflərin xətti ölçülərinin kvadratları ilə düz mütənasibdir. Düzdürmü? Onda uşaqlar 45'in neçəyə nisbəti? 20'yə nisbəti. P1'in 36'nın P2'yə. Amma bunu kvadrata yüksəldincə neyiniyim? Bundan kök alım da uşaqlar. Çünki 36'nın kvadratı çətin olacaq. 45 ilə
bərabərdir, düzdürmü? Baxın, xətti ölçülər deyən kimi ya bunu kvadrata yüksəltməliyim, ya sahədən kök almalıyım. 45 ilə 20 gedir, ixtisar neçə qalır yuxarıda? 9, 4. Kökdə 4-də 9 bərabərdir 36 böl nə? P2. Bu da 3 böl 2, 2-ni yox. 3-ün 2. 36 böl nə? P2. Onda 3P2 bərabərdir 72. P2 də bərabərdir nəyə? 24. Deməli, sahə deyən kimi ya kök alacağım tərəflərlə nisbəti deyəndə. Həcmləri deyəndə kubları ilə mütənasibdir uşaqlar. Xətti ölçülər tərəflərin, xətti ölçülər bir-birinə nisbəti perimetrlərlə eynidir. Sahələr kvadratları ilə, həcmlər isə nə ilə? Kubları ilə mütənasibdir. Deməli uşaqlar, uyğun tərəflərinin deyir nisbətləri. Aşağıda qeyd edirəm. 14, 18-dir. 14-dür birinin. A1 bərabərdir 14. İstənilən çox bucaqlıdır, amma oxşardır. A2 bərabərdir 18. Deyir ki, birinci çox bucaqlının perimetridir. Yəni, P1 bərabərdir 70 olarsa, P2-ni tapın. Siz mənə göstəriş verin, görün nisbəti necə quracam. Tərəflər və birin. Deyil. 14-ün 18-ə nisbəti P2-ə nisbəti. Bax, fikir versiniz, tərəflər perimetrlər dedim, mən kvadrata yüksəltməm, çünki eynidir. 14-ünə 70 gedir, ixtisar nə qalar? 5. 5 18-də neçə elədi? 90 eləyər də P2 də bərabərdir nəyə? 90. İnşallah, bu günlük bu qədər.